Hər birimiz həyatımızı, bizə bəxş edilən ömrü elə yaşamaq istəyirik ki, ətrafımızda olan hər kəs bizə hörmət etsin, bizimlə fəxr etsin. Hətta bu dünyadan köçdükdən sonra bizi xatırlayarkən böyük hörmət və ehtiramla danışsınlar. Vətəni üçün vuruşub, vətəni üçün canından keçən şəhidlərimizi uşağından qocasına heç kim unutmur, böyük ehtiramla yad edir. Belə igidlərimizdən biri də şəhid əsgər Piriyev Raul Zabidoğludur. Raul 1997-ci il iyun ayının 4-də Şəmkir rayonunun Kür qəsəbəsində anadan olmuşdur. 2003-cü ildə Hacı Zeynalabdin Tağıyev adına Şəmkir rayonu Kür qəsəbə kəndində təhsilinə başlayan Raul, daha sonra təhsilini Bakı şəhərində yerləşən 22 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2015-ci ildə Azərbaycan Texniki Universitetinin Dəmir Yolu Nəqliyyatı və Təsərrüfatı Mühəndisliyi fakültəsinə qəbul olan Raul, 2019-cu ildə məzun olur və hərbi xidmətə yollanır. Əvvəlcə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Ağcabədi rayonunda yerləşən N sayılı hərbi hissədə xidmət etmişdir. Nümunəvi xidmətinə görə xüsusi təyinatlı qüvvələrə qəbul olunmuş və Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən N sayılı hərbi hissədə xidmətini davam etdirmişdir. 44 günlük müharibənin ilk günlərindən ön cəbhədə vuruşan Raul, döyüşlərdə kəşfiyyatçı kimi iştirak edir. Murovdağın, Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edən Raul dəfələrlə düşmənlə üz-üzə qalır. Düşmənin canlı qüvvəsini, hərbi texnikalarını məhv edir. Raul 13 oktyabrda Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhadətə ucalır. Ölümündən sonra Füzulinin, Kəlbəcərin azad olunmasına görə cəsur döyüşçü, döyüşdə fərqlənməyə görə medalları və Azərbaycan bayrağı orden ilə təltif edilir. Şəhid Piriyev Raul Zabidoğlu Bakı şəhəri Maşdağa Şəhidlər Xiyabanında dəfn edilir.